Salam əziz müəllimlər və şagirdlər. Bugünkü video izahda sizə 2 noyabr tarixində keçirilən Kaspinin blok sınavının izahını çəkib paylaşacağım. Bundan əvvəlki video izahda ədəbiyyat suallarının izahını paylaşmışdım. İndi isə Azərbaycan suallarının izahına baxacağıq. Siz də bu cür dərs videolarının izahını gəlmək istəyirsinizsə, kanalımıza abunə olub, bəyənib, paylaşmağı və yazmağı yaddan çıxarmayın. Birinci sualda hansı sözlər orfoepik norma pozulub sözlərdə, yəni düzgün tələffüz olunmayıb? Zəfəran düzdür, uzanma olur. Problem yoxdur yəni burada. Səviyyədə uzanma olmur, ikini götürə bilərik. Nələrdə bilirik ki, bu sözlər uzanmasına görə fərqlənən sözlərdir. Elə 1 ilə 3-ü çıxandan sonra cavab olacaq C variantı. 4-də baxaq. Təbildə uzanma olmur, 5 düzdür. 4-də tarixlikdə də uzanma olacaq. Cavab burada 2, 4, 5 C variantı. İkinci sualda isə deyir ki, sözlərin düzgün orfoqrafiyasına bağlı cədvəldəki hansı sözün yeri dəyişdirilsə, cədvəldəki yanlışlıq düzələr. Abreviatura sözündə, bir qədəm seçim, bir B olur, demək səhv yazılıb. Birin yeri dəyişməlidir, dəyişə bilər. Yubiley sözü səhv yazılıb və səhv yerindədir. Virtuz olmalıdır. U ilə o olmalıdır. Virtuz sözü öz peşəsində yüksəkliyə qalxmaq mənasındadır. Trening düz yazılıbdır. Sürpriz düz yazılıbdır. Səhmdar düz yazılıbdır. Bu tərəfdən baxaq. Üvertura yox, U olmalıdır. 1 ilə 6 var. Bir dəqiqə. Kompüter düz yazılıb. 1, 8 cavab D olacaq. 1 ilə 8. Kompüter düz yazılıbdır. Bu da qayıtmalıdır. Virtuoz səhvdir. Uvertura U ilə yazılır. Cavab D variantı. Baxaq 3-cü suala. 3-cü sualda isə həm yazılışı, həm də tələffüzü səhv yazılmış sözü müəyyən edin. Cavab A variantıdır. Ağlabatan bu cür yazılmalıdır. Ağla. Tələffüzü də o cür olmalıdır. Ağlabatan. Başasıq yazışı düzdür, tələffüzü düzdür. Casus da, casus A uzanmalıdır. Deklarasiya hamısı A olmalıdır yazılışda. Ehtiyat sözündə də burada elə sonu Ç olacaq və başqa ehtiyacda da T-dıya keçmək olduğu kimi ehtiyac. Bu cür olmalıdır. Baxalım 4-cü suala. 4-cü sualda isə hansı sözün nöqtənin yerinə İ hərfi yazılmalıdır. Mürşid olmalıdır. İ ilə yazılır və büro Ü ilə yazılır, mühüm Ü ilə yazılır, müşkül Ü ilə, təkamül Ü ilə. Cavab Y variantı. Baxaq 5-ci suala. Bəxtiyarlıq və hazırlanmaq sözlərinin fonetik xüsusiyyətlərə aid ortaq cəhəti müəyyən edin. Birinci sözün tələffüzü olacaq bəxtiyar, bəxtiyarlıq bu cür olacaq. Hazırlanmaq sözündə isə hazır, boşarlıq. Bir dənə səhv yazdım, bunu təzədən yazım burada. Yuxarıdan bir yerdən yazaq. Birinci sözün tələffüzü olacaq bəxtiyarlıq sözündə Bəxtiyarlıq bu cür olacaq. Bəxtiyarlıq. İkinci sözdə isə hazırlanmaq bu cür. Deyir, ortaq açıq, qapalı və incə saytlar işlənmişdir. Açıq, qapalı və incə sayt birində işlənib, amma hazırlanmaqda incə sayt yoxdur. Sonuncu samit cingiltilidir, xeyr, kardır. Kar qarşılığı olmayan L samiti işlənmişdir. Heç birində L samiti yoxdur. 5 cingiltili samit işlənmişdir. 5 cingiltili 1, 2, 3, 4, 5. 1, daha doğrusu 2, 3, 4, 5. Cavabdır variantı. Hər birində kar qarşılığı olmayan R var. Nə deyir burada? Hər birində kar qarşılığı olmayan 1 R yox, 2 R var. 1 yox. Cavab 5-də D variantı. Baxalım 6-cı suala.
6-cı sualda isə tələffüzündə səs uzanması olan terminləri müəyyən edin. Sinekdoxa sözü olduğu kimi olur, yəni uzanma olmur. Təyin uzanma olur, istiyarə uzanma olur. Metonomiya olduğu kimi qalır, mübaliğə də uzanma olur. 2-4, 2-3-4 cavab B variantı düzdür. Baxalım növbətinci suala, növbəti, bir dənə səhifəni çevirim. Birinin amonimli xüsusiyyəti yoxdur. Çiçək sözü amonimdir, bir çiçək xəstəlik, bir də gül çiçək mənasında. Şan sözü amonimdir, şan arı şanı, bir də şan mənasında şan şöhrət. Yal sözü bir it yemək olur, yal, bir də yal bir atın yalı var, saçı mənasında tükü. Bir də ki, dağ coğrafi termin kimi işlənir. Dağ yamaslarında olur, ən hündür hissədir. Amonimli kürək bir insanın kürəyi, bir də kürək yer təmizlədiyimiz kürək. Nərə uzanmasına görə fərqlənən söz deyə amonim sayılmaz. Cavab A variantı. Keçən o birisi. Deyir, antonimlərə bağlı, antonim sözlərə bağlı yanlış fikir istəyir. Əks mənalı sözlər də düzdür. Eyni hissəsinə aid olur. Düzdür. Fərqli quruluşda ola bilmir. Niyə ola bilmir? Biri düzəltmə, biri saat ola bilər. Deyilişi və yazılışı fərqli olur. Düzdür. Bədii təzad yaradır. Düzdür. Cavab 8-də C variantı. Baxalım 9-cu suala. Yaş, nəm, sulu sözləri sinonim cərgəsini pozub. A düzdür. Nəm sözü, uşaqlar. Nəm sözün səhvlərimizə erim isim götürür. İsim. Bir dənə bunu saxlayın, buna baxın. İstirablı, zülüm, əzab. Əzab isimdir. Cavab B olacaq. Demək, erim testində nəm sözün isim götürürlər. İsim. Amma biz Kaspi burada bunu sifət götürüb. Hələ bir şey deyir. İstirablı sifətdir, zülüm isimdir, əzab da isimdir də. Cavab B variantı olacaq. Əyan bəlli məlum düzdür, bədən vücud gövdə düzdür, birdən qəfildən qəflətən bu da düzdür. Baxalım növbəti suala. Bu testlər bu cür düşübdür. Bir dəqiqə. Frazeoloji birləşmə ilə bağlı testdir. Yəni mənası düzgün göstərilməyib. Əldən salmaq, bəli, yorulmaq mənasındadır. Göz vurmaq, gözün birini yox, birini açmaq yox, belə bir şey deyil. Ola bilsin bu izahlar biraz tərsinə düşə bilər. Bunu düzəldib, yəni özünüz baxarsınız bu cür, testdə bu cür düşüb. Dara düşmək, dar ağacına açılmaq demək deyil. 2 ilə 4-dür. 6 nədir? Ürəyiminin yağını yemək, çox istəmək. Yox, darıxmaq mənasındadır. Göylə getmək, lovğalanmaq düzdür. Cavab C variantıdır. Baxalım bir dəqiqə. Növbəti 11-ci suala. Sinonim və həqiqi mənaların qarşılığı. Bir dəqiqə. Səbir kasası daşımaq, hövsələdən çıxmaq. Amma həqiqi mənalı qarşılığı cin atdan minmək olmaz axı. Demək, 1 düzdür, 4 səhvdir. Taleyə üzünə gülmək, bəxtə açılmaq. 2 düzdür, qazanmaq. Onu saxlayayım. Dalağı saçmaq, küyə düşmək olmaz. Dalağı saçmağın sinonimi. Şübhələnmək olar mənası, bəli. 1, 2, 6 olacaq. Bəxtə açılmaq, qazanmaq demək deyil. Taley üzünə gülmək, bəxtə açılmaq. Bu da uyğun gəlir amma. Burada taley üzünə gülməklə bəxtə açılmaq sinonimdir. Amma qazanmaq tam buna uyğun deyil. Qazanmaq nəyisə əldə etməkdir. Amma bəxtə açılmaq, məsəl üçün uğur əldə etmək olur. Ulucu doğmaq olar. Üzünə gün doğmaq olar. Belə sinonim kimi götürmək olar. Cavab uyğun gəlir burada 1, 2, 3 olmaz. Bir də 6, 1, 2, 5 də yoxdursa cavabdır. Elə 1, 2, 4-ü götürəcəyik. Baxaq növbəti suala. Bir dəqiqə bunu silim. Bir dənə o bir sözə çevirim mən. Sualları mən tam PDF formasını gözləmədim. Amma mənə belə şəkil forması satıblar deyə biraz ola bilsin səliqəsizdir. Nə deyir bizə? Nümunəsində birinci sözün leksik təhlilinə aid yanlış fikri istəyir. Körpə sözü, bir dəqiqə, qələm seçim. Çox mənalıdır. Körpə xatirələr olar. Məcazi mənada işlənib, körpə budaq olar. Uşaq sözünün sinonimi deyil, düzdür. Çağa sözünün sinonimi də çağa isimdir. İlk hissəsi baxımdan isimdir. Amonimliyi yoxdur, bu da düz fikirdir. Baxaq 14-cü suala. Deyir, hansı bəhnə aid xüsusiyyət verilməyibdir? Sözlərin leksik mənaları izah olunur.
İzahlı lüğətdə sözlərin düzgün yazılışı orfoqrafiya, sözlərin düzgün tələffüzü deyilişi orfepiya, sözlərin mənşəyi nədən törənməsi etimologiya, tərcümə yoxdur 14-də D variantı. Hansı nömrədəki sözlərin hər ikisi məcazi mənadadır? Dil pəhləvanı, dil pəhləvanı, kompüterin beyni, kompüter həqiqidir. Mülayim xasiyyət, xasiyyət həqiqidir. Ünlü sənətçi, sənətçi həqiqidir. Pəhləvan da həqiqidir. Yumor, şirin yumor məcazi olacaq. Hər iki tərəf məcazidir. Dil pəhləvanı, pəhləvan, yəni burada dil pəhləvanı həqiqi mənaya gəlir, amma yox. Burada mənaya gəlir A variantı olacaq. Bəli, burada A variantı olacaq. Bu səhv getdi. Daha sonra baxaq növbəti suala. 16-cı testdə nə deyir? Cümlənin birində eyni söz həm çoxmənalı, həm də amonim xüsusiyyətinə malikdir. Eyni söz həm çoxmənalı, həm də amonim xüsusiyyətinə malikdir. Birində eyni söz. Baxaq yəni, qızın işıqlı gözləri gülümsəyirdi. Göz sözü amonim olmur. Birində eyni söz həm çoxmənalı, həm də amonim. Qız sözü amonimdir. Bir dəqiqə saxlayaq. Buradan dənizi seyr edirəm yoxdur. Hər qaranlıq gecənin gündüzü ümid doğurur yoxdur. Sözü dedin sənin deyil. Yolçu uzaqlaşıb gözdən itdi. Yolçu. Eyni söz həm çoxmənalı, həm də amonim xüsusiyyətə malikdir. Yol sözü də həyat yolu məcazidir. Yol sözü amonim olacaq. Qız sözü burada məcazi olmur, amonim olur. Cavab Y variantı. Baxaq növbəti suala. Daha sonra İnşallah bundan əvvəlki testdə indi fikir verdim. Yolçu sözün kökünə baxmışam mən. Burada sözə baxmalıyım. İt sözdür burada. İt sözdür ki, həm amonim olur, həm də çoxmənalı ola bilər. Baxaq növbəti 17-ci suala. Mən də sizlə bir yerə baxıram. Yəni əvvəlcədən baxmamışam, cavabları çıxartmamışam deyə ola bilsin nəsə gözümdən qaçar. 17-ci suala deyir ki, nitqə aid düzgün fikirlərdir. Mimika və jest nitqə müəyyən emosionallıq verir, düzdür. İnsanlar arasında ünsiyyət vasitəsi yox, ünsiyyət prosesidir. 2 səhvdir, 1 olmayanları sildik, 2 olanları sildik. Dinləyib anlama şəklində təzahür edilir, bəli. 3 düzdür. Nitq mədəniyyətinin ən mühüm şərti ədəbi dil normalarına əməl etməkdir, bəli. Əsas da qrammatik normaya əməl etməkdir. Cavab 1-3D variantı. Baxaq növbəti suala. Leksin normalın pozulduğu cümləni müəyyən edin. Ataların var dövləti çox vaxt övladlarına bədbəxtlik gətirir. Burada problem yoxdur. Alması ancaq almaz cilalaya bilər. Cilalaya. Xalqımız firavan yaşamağa məhkumdur. Məhkumdur deyəndə ki, niyə? Leksin normalın pozulduğu cümləni müəyyən edin. Cavab C variantıdır burada. Baxaq növbəti suala. Hansı bənddə qrammatik norma pozulmuşdur? Mütəxəssislər uçmuş kənd körpüsünü təmir etdilər olmalıdır. Cavab A variantıdır. Onun qarşısında əlində çomaq zırpı bir adam durmuşdu. Problem yoxdur. Qartallar bu qorxunc qayaqlara qıy vururdu. Heyvandırsa, yəni təkdə də olsa düzdür, cəmdə də olsa düzdür, problem yoxdur. Sən və o tədbirdən sonra yaxınlaşarsınız, düzdür. Bulağın suyu göz yaşı kimi duru idi. Burada da problem yoxdur. Baxaq növbəti suala. 20-ci sualda hansı bənddə poetizm işlənməmişdir? Dağın ətəyindəki duman yavaş-yavaş yuxarı sürünürdü. Duman sürünə bilməz. Səhərin gözü açılmamış. Səhərin gözü açılmaq da məcazidir. Dalğalar sevinirdi. Sevinməz. Metafor var. Dığını saxlayaq. O xəyallarımın uçduğu yerdə. Xəyallarımın uçmaz axı. Bir əmdə qaldı. Mən kərpicdən tikilmiş bu köhnə evdə doğulmuşdum. Hamısı həqiqi mənalı sözlərdir. Baxaq 21-ci suala. Ədəbi dilin üslublarının hamısına aid xüsusiyyətləri müəyyən edin. Fərdi üslubun təzahürü yox, bu hamısına aid ola bilməz. Ciddi nitq normalarına əməl edilməsi xeyir, məişətdə edilmir. Ədəbi dilin üslublarının hamısına bəli. Standart formalar bu elmiyə aiddir. Sözün informativ funksiyasından istifadə edilməsi düzdür. Sözlərin müxtəlif mənalarda düşünülməsinə şərait yaratmaq, bu da
düz fikirdir. Elə burada cavab olacaq 4, 5. Baxalım növbəti testə. 22-ci sualda verilmiş nümunənin aid olduğu üslubun xüsusiyyətlərini müəyyən edin. Fərdi şuurdan ictimai şuura keçmək, xalqın mədəni səviyyəsini yüksəltmək kimi mühüm prosesdə ədəbiyyatla yanaşı kinonun və teatrın rolu çox böyükdür. Burada publisistik üslubdur. Publisistik üslubun xüsusiyyətləri aydınlıdır, təsirlidir, anlaşıqlıdır, kütləvidir. Hansılar var burada? Anlaşıqlı var, məsəl üçün. Xüsusiyyətləri anlaşıqlı ola bilər. Daha sonra ola bilər, məsəl üçün kütləvi, sərbəstlik yox, təsirli ola bilər. 3-5C variantı, obrazlıq yox, dəqiqlik elmidir, sərbəstlik məişətdir, məntiqilik də elmidir. 3-5C variantı. Baxalım 24-cü suala. Hansı cümlədə ikinci və üçüncü şəxsin təkinin mənsup şəkilsini qəbul etmiş isimlər işlənmişdir? Bir cümlələri oxuyaq. Qəlbimə, mənim qəlbimə birinci, ikinci və üçüncü şəxs yerdə niskil gətirən bu fikri başımdan qovuram. Birinci burada yoxdur. Sənin planın ikinci şəxsdir. Şəhərin baş planı üçüncü şəxsdir. 2 var. Kəndin ağsaqqalı bizə isimlər deyir. Ağsaqqal sifətdir axı. Kitab mağazası üçüncü şəxs. Sənin dediklərin də dediklərin feili sifətdir. Sənin gözün ikinci şəxs. Ceyran gözü. Sənin gözün ceyran gözü. Kirpiyin ox. Cavab 5. 2, 5 olacaq. Dediklərin feili sifətdir. Bu isim deyil. Növbəti suala baxaq. 25-ci sual. Qrammatik cəhətdən həmişə təkdə olan isim işləmiş cümlələri müəyyən edin. Baxaq. İctimaiyyət bəli, cəm şəkilçi qəbul eləməz. Soyuq qış gününün birində qapımız burada yoxdur. İlahiç əhalisinin düzdür. Burada əhali 1-3. Dünyanın ən qədim yaşayış məskənlərindən biri də Azərbaycandır. Yoxdur burada da. Qonaq qaldığımız evin döşəməsi damış və həssədən ibarətdir, düzdür. Baxaq 26-cı suala. Hansı cümlələrdə ismin qurucuca hər üç növünə aid nümunə var? İsmin qurucuca hər üç növünə aid. Baxaq. Qələm seçək. Bir dəqiqə. Şagird sadə, qələmdanın kitabxanada düzəltmə, qələmdan, bura düzəltmədir. Mürəkkəb yoxdur. Ayaqsız bir uşağa rast gələnə qədər, ayaqqabısız, bu da sifətdir. Amma getdi bu da. Ağıllıların əlaməti, əlamət sadə, bədbəxtlik mürəkkəb, qabaqcadan görmək, igidlik düzəltmə 3. Azaltdıq ifrat dərəcəsinə düzəltmə, ifrat dərəcəsinə çatdıqda özbaşınalıq mürəkkəb, ifrat dərəcəsinə dərəcə sadə, 3-4, axırını düşünə-düşünə, döyüşə düzəltmə, girəndə igid olmaz. Bəli, cavab burada 3 ilə 4-dür. Baxaq 27-ci suala. 27-ci sualı mən tam görə bilmirəm nədir. Bir dənə buna baxım mən test kitabında. Burada 27 ilə aşağıdaymış ki, görsənir. Bir dəqiqə baxaq. Deyir, cədvələ sizin uyğunluğu müəyyən edin. Qardaş sözü sadə, yoldaş sözü qurucuca düzəltmə isimdir. Düzdür. 1-ə A yazaq. Yaddaşı sözü həm çox mənalı, həm də amonim xüsusiyyətinə malikdir. Daşımaq amonim olmur. Xeyr. 1-ə A, 2-ə D. Bu da oldu Azərbaycan suallarının izahı. Növbəti video izahlarda isə bugün olan Otelxanın izahını paylaşacağım.